Bilirsiniz, yəni siz inanırsınız ki, ədalət var, haqq var və sizi işə götürəndə sizə deyilir ki, siz bilirsiniz necə yerdə xidmət göstərəcəksiniz. Siz Azərbaycanın giriş qapısı olacaqsınız, ölkəmizin siması olacaqsınız. Orada sizə deyilir ki, heç bir nöqsana yol verməyin, amma özləri sizinlə bu formada rəftar edirlər və sizin psixolojik vəziyyətiniz heç onlara maraqlı da gəlmir. Bilmirəm, yəni o necə sizə deyilənlərlə yaşadığınız şeylər eyni olmur. Banu İsmailova 2018-ci il iyulun 2-dən asan xidmətdə vizaların verilməsi şöbəsində çalışıb. Bildirir ki, dövlətin qanunlarını həyata keçirən bu mərkəzin rəhbər vəzifələrində çalışanlar işçilərin haqlarını tapdalayır, onları istismar edərək qanunsuz satışlara məcbur edir. Sosial şəbəkələrdə hansısa narazılığı bildirən işçilərin isə 6 aylıq müqavilələri elə səhəri gün 3 aya endirilərək xitam verilir. Bizə Baksel nömrələrinin satışını təklif elədilər ki, biz belə bir xidmət gətiririk bura və asan vizanın işçiləri Baksel nömrələrinin satışını həyata keçirməlidir. İlk öncə, yəni təbii ki, işçilər, yəni bizim üçün şok vəziyyət oldu. Belə bir şey ki, vizaların verilməsi üzrə bir mütəxəssis, hansı ki, ölkəyə daxil olan əcnəbilərə viza xidməti, biz onların, yəni ölkəyə daxil olması vizalarını rəsmiləşdiririk. İşçilər buna etiraz bildirdi. Məsələn, bəziləri dedi, mən satmıram, razı deyiləm. Təbii ki, mən də onlardan biri idim. Çünki mən dedim ki, mən bunun ilk öncə qanunsuzluq olduğunu düşünürəm. Çünki burası neytral zonadır. Satış üçün qadağan olunan bir zonadır ki, və belə bir xidmət, satış xidməti ola bilməz. Məsələn, digər nömrə satan şirkətlər, məsələn, burada nömrə satmaq icazələri yoxdur. Amma sən öz vəzifə səlahiyyətindən istifadə edərək burada nömrə satışı həyata keçirməyə çalışırsan və necə bunu viza xidmətinin altında edirsən. Asan xidmət mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli fərmanına əsasən yaradılıb. Ölkə üzrə təxminən 28 eyni adda mərkəz fəaliyyət göstərir. Qurumda eyni zamanda işçi çatışmazlığı və yaşandığını deyən Banu İsmailova deyir ki, əvvəl açılanda hər aparata bir işçi düşürdü. Hazırda isə bir işçi 2-3 aparata baxmalı olur. Rəhbərlik işçi çatışmazlığını növbələri artırmaqla həll edir. Elə əsas problemlər ondan sonra başladı. Hansı ki, bizim qrafikimiz dəyişdi. Çıxan əməkdaşlar oldu. Geridə qalanlar isə təbii dərhal çıxmasa belə artıq planladı çıxmağı. Və işdə danışırdıq. Hər kəsin motivasiyası sıfır, hər kəs narazı, aqressiv. Və biz məsəl üçün bu aparatdan bu aparata gedən kimi bəzən dəfələrlə olub ki, turistlər qolumuzdan tutub ki, getmə, burada qal, mənə xidmət elə. Hətta mənə ən çox incidən şeylərdən biri dedim ki, Günel Allahverdiyev məni çağırdı. Mənə qayıt dedi ki, onsuz hər yerdə belədir. Yəni hara getsəniz bu şeyləri yaşayacaqsınız. Yaxşı olar ki, siz sən reallıqları qəbul eləyib, başını salıb işləyəsən. 6 il asanda çalışan adının açıqlanmasını istəməyən başqa bir xanım da qurumdakı nöqsanlarla bağlı səhhətində yaranan problemlərə görə işdən ayrılmaq məcburiyyətində qaldığını bildirir. Mən işimi çox sevirdim. Sadəcə olaraq elə bir vəziyyətə gətirdilər ki, mən özüm əldən yazıb çıxdım. Çünki mən dözə bilmirdim və mənə də hədələmişlər ki, gedib rəhbərliyə, yuxarıya şikayət edənlər haqqında araşdırma açacağıq, sorğu açacağıq. Ona görə də mən işlədiyim müddətdə şikayət edə bilmədim. Sonradan mən keçdim ki, bəlkə mən çıxmışam, geç deyil, bəlkə dedim, nəsə deyərəm, nəsə dəyişlər. Amma gördüm ki, əksinə hamının vəzifəsi qabardı və bizə sadəcə olaraq may ayın 31-i bizə qrafik göndərilir ki, siz sabah bu qrafikdən çıxırsınız. Yayda, bütün yay siz belə çıxacaqsınız və bu tip kütləvi narazıçılığa səbəb oldu uşaqlar tərəfindən. Və elə bir bizdə həmən dövrdə səhv etməmişsə 30-a yaxın işçi var idi və elə bir 2 cəbhə bölündü. 15-ə etiraz verdisə, digərləri də etiraz edilsə də, amma onlar bildirmədilər etirazlarını. Bu etiraz edilənlərin adlarını siyahıya aldılar və ondan sonra da 15 nəfərin müqaviləsini 6 aydan 3 aya endirdilər və bizə bir həll edildilər ki, yəni ağıllı olun, yəni ki, 3 aylıq müqaviləni işləyirsiz də hər hansıdan vedalaşa bilərik. Məsələ ilə bağlı Asan Xidmətin mətbuat xidməti suallarımıza cavab vermədi. Vəkil Fariz Namazlı deyir ki, Asan Xidmət kommersiya xidməti ilə məşğul deyil. Hansısa mobil operatora məxsus olan telefon nömrələrinin əcnəbi şəxslərə satışını həyata keçirməsi səlahiyyətlərini aşmaq deməkdir. Digər tərəfdən, yalnız bir mobil operatora məxsus olan telefon nömrələrinin satışının həyata keçirilməsi bazarda rəqabət mühitini də öldürmüş olur və digər mobil operatorların hüquqlarının pozulmasına gətirib çıxarır.
Stat. İnnovasiyalar Mərkəzi MMC ASAN-ın tabeliyində olsa da, dövlətə bağlı bir qurum kimi kommersiya fəaliyyəti aparması üçün xüsusi hüquqi əsas olmalıdır. Bu qurum 2013-cü ildə Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Məqsəd, agentliyin aparatının struktur bölmələrində, ASAN xidmət mərkəzlərində, agentliyin strukturuna daxil olmayan qurumlarda və digər təşkilatlarda informasiya texnologiyalarının innovativ həllərinin tətbiqi, texniki tapşırıqların və proqram təminatlarının hazırlanması, informasiya texnologiyalarına texniki dəstək işinin təşkilidir. Göründüyü kimi, MMC-nin vətəndaşlara, xüsusən əcnəbi şəxslərə telefon nömrəsi satmaq kimi bir səlahiyyəti mövcud deyil. Statın sonu. Hüquqları pozulan işçilərin məhkəməyə müraciəti ilə bağlı isə vəkil dedi ki, əgər işçi hüquqlarının pozulduğunu düşünürsə, bu halda hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan bir ay ərzində məhkəməyə müraciət edə bilər. Hazırda onlarla hüququ pozulan işçilərdən biri Banu İsmailova deyir ki, işini çox sevməyinə baxmayaraq hazırki rəhbərlikdə çalışanlarla bu işi davam etdirmək mümkün olmayacaq. Sadəcə ümid edirəm ki, ən azı şikayətim araşdırılsa, yəni ən azı qanuni şəkildə araşdırılsa, həmin şəxslərin onsuz da o vəzifədə qalma ehtimalını, yəni ola bilməz. Yəni mən buna inanmıram ki, o qədər yəni işçilərə təzyiq göstərən, bullying eləyən və hətta öz dövlətinin adını ləkələyən insanlar orada qalsın. Hansı ki, İsmail Rəsulzadə qayıdır deyir ki, sizin yerinizdə bir saatda sizdən qat-qat aşağı maaşa işçilər gətirərəm, heç sizi burada saxlayıb, yəni staja görə maaşınızı artırmaq bizə sərf eləmir də.